Peyğəmbər salavatullah deyir ki, mən Cəbrail əleyhissalamdan alacam o həm bayrağın, çağıracam ya Əli, İs'ad, Əli qalx, İs'ad qalx. Əli qalxacaq, o məqamül məhmuddakı axırıncı pillədəyəm, məndən bir pillə aşağı oturacaq və mən həmd bayrağını ona verəcəm. Sonra və cəər rizvan, o ridvan, cənnətin o xazini olan, qoruyucusu olan, cənnətin açarları əlində olan mələk ki adı Rizvandır. O gələcək. Fəyu'tini məfatihəl cinan, cənnətin açarlarını verəcək mənə. Peyğəmbər salavatda deyir ki, alacam onu, verəcəm Həzrəti Əliyə. Ondan sonra Malik gələcək. Malik kimdir? Cəhənnəmin xazini. O gələcək, cəhənnəmin açarlarını verəcək mənə, verəcəm Həzrəti Əliyə. Deyəcəm ki, Əli, sənsən qəsimul cənnəti və nar. Sənsən cənnətlə cəhənnəmi bölən Allahın izni ilə.